Salam əziz uşaqlar. Bugün sizlərlə bərabər 20 aprel 2025-ci il tarixində keçirilmiş olan 5-6-cı siniflər üzrə Kenguru imtahanının suallarına baxacaq. Vaxt itirmədən suallarımıza keçid eləyək. 3 ballıq suallarımızdan birincisi, şəklin tamamlanması tələb olunur. Ortadakı kvadratı çəksək daha rahat görünür uşaqlar. Görürük ki, burada kənar hissələrdə kvadratların bir hissəsi tamamlanmalıdır. Yəni, kənardan kvadratları ayırıram. Kvadratları ayırandan sonra görürük ki, ortada romblar bu şəkildə davam eləyərək gəlir. Yəni, ortada 2 dənə romb olmalıdır. Kənarları kvadrat, ortası romb olan fiqurumuz B variantı. İkinci sualımız, Əminə 2025 yazılan bir divar düzəldir. Əli divarın əks tərəfində dayanıb. Əli nə görür? Əli nə görəcək? 5-in əksini görəcək, yəni 2. Sonra 2-nin əksi 5, 0 özü kimi qalır. 2-nin əksi 5. Bunu da soldan sağa görmüş olacaq. Çünki əks tərəfdən baxır. Yəni 2, 5, 0, 5. 25, 0, 5. B variantı. Üçüncü sual. Mikail şəkildə göstərildiyi kimi üzərində ədədlər yazılan və 2 qapağı olan buketi var. Mikailin qara hissələri qapaq nəzərdə tutur. Tamam. O sağ qapağı nöqtəli xətt üzrə bağlayır və pəncərələrdən 2, 3, 5, 6 ədədlərini görür. Daha sonra o sol qapağı digər nöqtəli xətt üzrə bağlayır. Onun indi gördüyü ədədlərin cəmi neçədir? Deməli, simmetrik çeviririk. Solu da içəri simmetrik çeviririk. Sağı da çeviririk, solu da çeviririk, içəri simmetrik çeviririk və bu simmetrik çevrilmədən görünənləri soruşur. Yəni, bu ağ hissələr, pəncərələri olan hissələrin üst-üstə düşənlərini götürəcəyik. Həmin pəncərələrdə hansı ədədlər görünəcək, onu götürəcəyik. Baxaq, sağ tərəfi simmetrik çevirsək, fikir versəz, buradan nə görünər? Bu hissədən 5 görünəcək. Deməli, 5 görünəcək. Bu hissədə 3 görünəcək, çünki 3-ün üzərinə düşür çevriləndə. Sonra buradan 2 görünəcək. Sağdan nə görünəcək uşaqlar? Burada yəqin ki 0-dır. Kimsə şagirdlərdən belə yazıb. Yanlış olmasını ümidvaram ki. Bura 0 olsa, demək ki, eyni şeyi sağ tərəfdəki hissəni, sol tərəfdəki hissəni sağa çevirsək, görək bu pəncərələrlə üst-üstə düşən hissələr hansı olacaq soldan sağa çevriləndə? Üst-üstə düşən hissələr bizə cavabı verir. Deməli, soldan sağa çevirsək, görərik ki, bax, burada 5-in üstünə düşür və 5-lər də üst-üstə düşür. Deməli, burada olur 5-im, sonra və 3 də üst-üstə düşür, diqqət eləsəz görürsünüz. Bu da olur 3. 5 ilə 3 nağddır. Digərlərini yoxlayaq. 4-ün üzərinə bu hissə düşəcək, bu heç. Tamam, 5, 3. Bəli, başqa düşən yoxdur. 5 ilə 3-ün cəmi elədi 8. Kubun üzərinə bir-biri ilə eyni boz kvadratlar çəkilib. Kubun bütün üzləri eyni görünüşdədir. Burada ümumilikdə neçə boz kvadrat var? Bir üzünü araşdıraq, vuraq 6-ya. Bir üzündə fikir verin, kvadratı 2 hissəyə ayırmış kimi təsəvvür eləsəz daha rahat olar. Bax, bu üçbucaqların ikisini birləşdirəndə bir cütü, yəni bir dənə kvadrat əmələ gətirir. Bir üzündə neçə dənə üçbucaq oldu? 4, 6 üçbucaq oldu. Bəs 6 dənə üzündə nə qədər üçbucaq olacaq? 6 vurulsun 6, 36 üçbucaq. Bizdən nəyi soruşur? Burada ümumilikdə neçə boz kvadrat var? Biz də dedik axı, bir cüt bir dənə kvadrat əmələ gətirir. Yəni 36-nı da bölürük 2-yə, eləyir 18, B variantı. Emil pizzanın üzərinə sıraları fərqli ola biləcək şəkildə pomidor dilimləri, qara zeytun, pomidor, zeytun, bibər, göbələk, soğan. 5 dənə şey qoyur Emil. Deməli, pomidor, zeytun, bibər, göbələk, soğan. Baş hərfləri ilə işarə eləyəcəm bunları. Deməli, şəklə baxanda görürük ki, ən altdan və ya ən üstdən başlamaq lazımdır. Ən altdan başlamaq daha səmərəlidir. Ən altdakı hissə şəklə diqqətlə baxsaq, pomidor bütün şəkillərdə altdadır. Yəni, ən aşağıda pomidor yazıram, üstə doğru üst-üstə qoyulmuş şəkildə yazacağım sağ tərəfdə. Pomidor ən altda oldu. Pomidorun üstündə diqqət eləsək görək nədir? Pomidorun üstündə bax, buradan soğan görürəm mən. Görək soğandan altda bir şey varmı? Soğandan altda bir şey yoxdur uşaqlar. Pomidorun üstündə deməli soğan olacaq. Sonra soğanın üstündə burada məsələn zeytun görürəm, burada göbələk görürəm. Zeytunla göbələyi də sıralayaq bir dənə. Göbələyin üstündə də hətta bibar var. Bibərimiz ən üstdə olduğu üçün ona baxmıram hələ ki. Zeytun, bibər, zeytun, göbələk. Zeytunla göbələk hardadır? Aha, bu hissədə görürəm ki, göbələk daha üstdədir. Deməli, zeytunu yazdım bura, göbələk yazdım bura, bibəri yazdım bura. Neçə dənə oldu? Bizdən nəyi soruşur? Onun pizzaya qoyduğu 3-cü ingredient neçə olar? Hansı olar? Aşağıdan yuxarıya doğru getdiyimiz üçün 3-cü nə olacaq? Zeytun olacaq. Variantımız qara zeytun, B variantı olmuş oldu.
6-cı sual. 10 litr su tutur. Konteynerin dibində olan 5 tıxac eyni anda açılır və su çölə axır. Suyun hansı hissəsi 5 konteynerində olacaq? Tamam. Eyni şeylər olduğu üçün, tıxaclar olduğu üçün onu böldüm 5-ə. Bura oldu. İkisi bura düşür. İkisi. Hər birinə 2. Bu 2 nağd çölə axır. Bu heç. Bu tam B-nin içərisinə axır. Yəni B-nin içərisində 2 olacaq. Digər 2 buradan axıb gələcək B-nin içərisinə. Burada da 2 olacaq. Bu ortadakı 2 isə nədir? Düz ortaya gəldiyi üçün bunu 2 hissəyə saya bilərik. Yəni yarısı sola yerə tökülmüş olur, yarısı da B konteynerinin içinə. Bunun da üstünə gəldiyi 1, nə qədər elədi? 1, 2, 1, 5. C variantı. 7-ci sual. Murad 6 bərabər hissəli kağız parçasını fırladır. Hər fırlatmada kağız saat əqrəbi istiqamətində bir hissə qədər fırlanır. Saat əqrəbi istiqamətində. Başlanğıcdakı kağız parçası və bir fırlatmadan sonraki halı şəkildə verilib. 8 fırlatma sonra kağız parçası. Tamam, neçə hissəyə ayırmışıq kağız parçasını? 1, 2, 3, 4, 5, 6 hissəyə ayırmışıq. 8 fırlatmadan sonra 6 hissədir deyə 8-i bölərəm 6-ya. Niyə? Dövrümüzü taparam. 1, qalığımız 2. Yəni, bir dəfə dövrləyəcək, o bir yazdığım hissə yenə oturacaqda olacaq. İkinci dəfə boz hissə olacaq oturacaqda. Çünki qalıq 2-də axı qalığa gedirəm. Üçüncü dəfə ağ hissə ortada olacaq. Yəni, ağ hissə ortada olacaq. Sağında bir dənə də ağ olacaq. Solunda boz olacaq. Ağ altda oturacağımızda sağında da ağ, solunda da boz. Sağında ağ, solunda boz. Yəni, A variantı olmuş olur. Bir restoranın menüsü çöl lövhədə verilib. Çöl lövhədə verilib, lakin yağan yağış menüdə bəzi ədədləri silib. Burgerlər qiymətlərinə uyğun olaraq sıralanıb. Verilənlərdən hansı burgerlərdən birinin qiyməti ola bilər? Tamam. Sağ tərəfdə yoldaşınız yazıb. Deyəsən. Bu ədədlər özündən yazılıb. Görək bu ədədlərə baxaq. 3.70-dən başlayırsa, burada 3.30 ola bilməz. Çünki sıralanıb deyir, kiçikdən böyüyə doğru. Yəni, müəyyən bir istiqamətdə sıralanıb. Bura avtomatik 4 olmalıdır mütləq şəkildə, çünki sıra pozulmaz. Bu 4.60-dır ümid edirəm. 4.60-dırsa, buranı yenə 4 qoya bilərik bura. Niyə? Çünki 4.60 4.30-dan böyüdür. Sonra bura təzədən 4 qoya bilmərik, çünki 4.50 kiçiləcək. Bura olacaq 5. Bura 5 yaza bilmərəm, 6 olmalıdır, məcbur artmalıdır. Burada olmalıdır 6.80. Çünki axırıncı şeydən aşmayaq deyə məcbur ədədləri bir-birinə yaxın olaraq yaza getdik. Nəyi soruşurdu? Verilənlərdən hansı burgerlərdən birinin qiyməti ola bilər? Hansı ola bilər? 5.50. B variantı. 6 uşaq qaçış yarışında iştirak etdi. Adil 3-cü yeri tutdu. Babək düz elmanın arxasında 6-cı oldu. Deməli, elə adların üstündə yoldaşınız yazıb. Buradan izah edək. Adil 3-cü yeri tutdu. Adil 3-cü yerdir, tamam. Babək düz elmanın arxasında 6-cı oldu. Babək 6-cı oldusa, elmanın arxasında deyək. Elman avtomatik 5-ci olacaq. Fatimə Adil və elmanın arasında yer tutdu. Fatimə Adil və elmanın arasında yer tutdu deyə Fatimə avtomatik 4 olur. Sonra Dəniz tam finiş xəttindən öncə çələbini ötdü. Yarışı kim qazandı deyir. Dəniz çələbini ötdüsə, bax, birinci, ikinci yer qaldığı üçün burada Dəniz çələbini ötübsə, avtomatik yarışı kim qalib olacaq? Dəniz yarışın qalibi olacaq. C variantı. Kitab rəfində 3 rəf var. Bu necə şeydir? Kitab rəfində 3 cərgə var demək istəyirəm. Hər zamanki kimi möhtəşəm tərcümələrimiz. Yuxarı rəfdə 17 kitab. Bir dəqiqə. 17 kitab. Orta rəfdə 15 kitab. Aşağı rəfdə 7 kitab var. Aşağı cərgədə də 7 kitab olsun. Mərciə istəyir ki, bütün rəflərdə eyni sayda kitab olsun və bunun üçün ən az sayda kitabın yerini dəyişdirmək istəyir. O, orta rəfdən aşağı rəfə neçə kitab keçirməlidir? Eyni olsun deyirsə uşaqlar, bunun ortalamasını tapdınız. 15 plus 7 bölünsün 3. Bu da eləyir 39, 13. 13 olmalıdırsa, bu 17-dən nağd neçəsini verəcəm bura? 7-nin üstünə. 4 dənəsini verməliyəm ki, özündə də 13 qalsın. 4-ün verəndən sonra burada olacaq 11. Avtomatik 15-dən də 2-sini verməliyəm ki, bura nə olsun? Hamısı 13 olsun. Deməli, ikinci rəfdən 3-cü rəfə soruşurdu deyəsən. O, orta rəfdən aşağı rəfə neçə kitab? 2 kitab vermiş olacaq. Bir dəqiqə, yanlış olmasın. 2 kitab, bəli, B variantı. Sualın şərtindən əvvəldən elə ikinci rəfdən ikisinin azalmalı olduğu görünürdü bu 13-dən. 10 B variantı almış olduq.
3 tısbağa 10 kilometrik yarışda iştirak edir. Onlardan hər biri sabit sürətlə hərəkət edir. İlk tısbağa yarışı bitirdikdə, gəlin bu yarış meydançasını çəkək. Müəyyən bir qismini təbii ki. Finişimiz də bura olsun. Finiş. Son. İkinci tısbağa, ilk tısbağa deyir 10 kilometri bitirdikdə 3 tısbağa 10 kilometrik yarışda iştirak edir. Onlardan hər biri sabit sürətlə hərəkət edir. İlk tısbağa yarışı bitirdikdə, yəni bu 10 kilometri bitirəndə, ümumi 10 kilometrdir. İkinci tısbağa yarışın məsafəsinin 1/4 hissəsini, yarış məsafəsinin 1/4 hissəsi nə qədər eləyir? Tapa bilərsiniz, buradan eləyir. Bunu biraz da belə eləyək. 2,5 kilometr eləyir 1/4. Üçüncü tısbağa isə 5/1 hissəsini bitirir. 5/1 hissəsi nə qədərdir? 2 kilometr. Yəni bu da bundan əvvəl 2 kilometr. Bunu da üstə yazaq. Siz rahat görün. 2 kilometr. Deməli, sürətləri sabit olduğu üçün ikinci tısbağa 2 kilometr gələndə, o biri tısbağa 2,5 kilometr gəlmiş olur. İkinci tısbağa yarışı bitirdikdə, üçüncü tısbağa finiş xəttindən nə qədər uzaqda olacaq? İkinci yarışı bitirəndə, yəni 2,5 kilometr olan, yarışı bitirəndə, bax, buradan bura qədər məsafə, nə qədər məsafə getməlidir? Elə bil ki, 4 dəfə. Aha, öz sürətinin getdiyi məsafənin, əvvəl getdiyi məsafənin 4 qatı qədər getsə, bu da 4 qatı qədər getmiş olacaq. Gəlib hara çatacaq bu? 8 kilometr. Deməli, 4, 2, 8 kilometr getmiş olacaq. Bitirməyinə nə qədər qalmış olur? 2 kilometr buradan bura qədər qalmış olur B variantı. İsmət kublardan qüllə yığır. O, sual işarəsi ilə işarələnmiş 2 kubu üzərində ədədlər yazılı 2 kubla dəyişmək istəyir. O istəyir ki, hər kubun üzərində ədəd onun altındakı kubun üzərindəki ədəddən ən az 2 vahid böyük olsun. İsmət bunu neçə yolla edə bilər? O kubları bura ən gözəli çəkək. Belə sual işarəsi. Bu da sual işarəsi. İndi bunun ala biləcəyi qiymətləri və bunun ala biləcəyi qiymətləri qeyd edəcəyik. 2 və 2-dən çox olsun aradakı fərq deyir, sıra ilə düzülür. Sual işarələrinin yerinə neçə yaza bilərik? Əslində onu soruşur. Birinci sual işarəsi, baxın, bu olsun birinci sual işarəsi, bu olsun ikinci sual işarəsi. İkinci sual işarəsi neçə ola bilər? Ən az 8 ola bilər. İkinci sual işarəsi 8 olmalıdır ki, aradakı fərq nə olsun? 2 olsun və 2-dən çox olsun. 8 olanda birinci sual işarəsində ola bilər 10. Bu 8 olanda 11. 8 olanda 12. 13 ola bilməz, çünki 14 ilə 13 arasında məsafə 2 deyil. 2-dən azdır. Sonra 8 ilə bitirdik işimizi. 9 olsa, 9 qoysaq, bura olar 11, çünki 2 olmalıdır aradakı məsafə hər birində. 2 və ya 2-dən çox. 9 olsa 12, 13-ə keçə bilmərəm. 10 olsa 12, bitdi. Neçədən oldu? 1, 2, 1, 2, 3, 4, 5, 6 dənə olmuş oldu D variantı. 5 şans çarxı verilib. Hər çarx fərqli sayda hissələrə bölünüb. Əgər çarx fırlandıqdan sonra dayandıqda üçbucaq rənglənmiş hissəni göstərərsə, hədiyyə qazanılır. Çarxlardan hansına qazanma şansı ən böyükdür? Yəni ki, bunlara, bu şəkillərə aid olan ədədi qiymət, kəsrimiz hansında ən böyükdür? Əslində onu soruşur. Baxın, birinci şəkildə neçə hissəyə ayırıb? 8 hissəyə ayırıb. 8 hissədən neçəsini rəngləyib? İkisini. İkinci kəsirdə neçə hissəyə ayırıb? 5, 10 hissəyə ayırıb. 10 hissədən neçəsini rəngləyib? İkisini. Üçüncüdə neçə hissəyə ayırıb? 6-dan birini. Dördüncüdə 12-dən ikisini. Beşincidə 3, 7-dən birini. Tamam. Bunları müqayisə eləyək. Bu neçəni göstərir bizə? 4-də 1-i. Bu neçəni? 5-də 1-i. Bu 6-da 1-i. 6-da 1-i. 7-də 1-i. Biz də bilirik ki, sürətləri bərabər olan kəsirlərin məxrəci kiçik olan böyük olur. Yəni, birinci çarxımızda qalib olma ehtimalı daha çoxdur. Hansı fiqur və ya fiqurun hər hansı bir çevrilməsi verilmiş kvadratın ağ hissələrinə yerləşdirilə bilməz? Bilməz. A variantı yerləşdirilə bilər. Baxan kimi görünür. Hardan? Baxın, bu şəkildə yerləşdirilə bilər. B variantı bəli, yerləşdirilə bilər. Fikir verin. Elə bil ki, B variantını arxası üstə çevirsək, bu hissə olacaq, bu hissə olacaq, bu hissə, bir də bu hissələr. B variantı da olar. C variantını yerləşdirmək olarmı? C variantını bir dəqiqə. Deməli,
Bu hissəni götürsəm, oturacaq, yox, oturacaqları bax buranı götürsəm, buranı götürsəm, bir də bu hissələri götürsəm, bəli, olur. C variantı da olur. Buranı tez silək. D variantını, D variantı, bir dəqiqə, D qalsın, yeni yoxlayaq. Y variantı, buradan buranı götürsək, bu hissəni götürsək, bir də buranı götürsək, bəli, alınır. D variantı cavabımız. D-ni tapa bilmədik. Məktəbin üzgüçülük komandası estafet yarışına hazırlaşır. 5 üzgüçünü eyni məsafəni bir-birinin ardınca üzdü. 5 üzgüçü deməli bir-birinin ardıca üzür. Şəkillərdə hər bir üzgüçünün öz növbələrini bitirişdə vaxtlar verilib. Birinci üzgüçü 2 dəqiqə 8 saniyə növbəsini bitirdi. 2 dəqiqə 8 saniyə zaten burada verilib. İkinci, üçüncü və s. verilib qiymətləri. Özgüçülərdən hansı ən qısa vaxtda öz növbəsini bitirdi? O, gözəl. Bu 2 dəqiqə 8 saniyəyə bitiribsə öz növbəsini. Növbəti üzgüçü 0,4, yəni 4 dəqiqə 7 saniyədən 2 dəqiqə 8 saniyəni çıxmış olacaq. Çünki bunu gözləyib axı bu qədər müddətdə. Aradakı fərqi çıxsam, ikincinin sırf üzdüyü hissəni tapmış olacam, üzdüyü vaxtı tapmış olacam. Öz növbəsindəki vaxtı. 4-7-dən 2-8-i çıxsam, neçə eləyir bu uşaqlar? 2 dəqiqə 1 saniyə. 2 dəqiqə 1 saniyə. Sonra, yanlışlıq olmadı. 1 dəqiqə 59 saniyə. Nəysə, 1:59. Sonra, deməli, bundan bunu çıxsam, eyni qayda ilə 6, 2 dəqiqə 3 saniyə. 2 dəqiqə 3 saniyə. Sonra bundan bunu çıxsam, aradakı fərqi tapsam, nə qədər eləyər? 8:05-dən 1 dəqiqə 50 saniyə. 1 dəqiqə 50 saniyə. Dəqiqəyə çevirib də baxa bilərdiniz bunu rahatlıqla. Sonra bunların arasındakı məsafəyə baxsaq, ən qısa olanı seçəcəyik. Bu da eləyir 1:58. 1 dəqiqə 58 saniyə. Ən qısa hansı oldu? 1 dəqiqə 50 saniyə olan, yəni dördüncüsü